Axşamınız xeyir, saatlar 21:00 göstərir və xəbər axşamı ikinci saatı ilə davam edir. Prezident İlham Əliyev sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması və qarşısının alınması məqsədi ilə 85 milyon manatdan artıq vəsait ayrılması barədə sərəncam imzalayıb. Maliyyə müxtəlif dövlət qurumları arasında bölüşdürülərək aidiyyəti tədbirlərin həyata keçirilməsinə sərf olunacaq. Azərbaycanın həyata keçirdiyi dövlət siyasətində sosial yönümlülük əsas istiqamətlərdən biridir. Prezident İlham Əliyevin imzaladığı sel və daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı sərəncam da bu yanaşmanın bariz nümunəsidir. Bu bir daha onu deməyə əsas verir ki, dövlət yalnız iqtisadi inkişafı deyil, həm də vətəndaşların təhlükəsizliyini, rifahını və sosial müdafiəsini prioritet kimi müəyyən edir. Sərəncama əsasən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu sərəncama əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və Azərişıq Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb. Hələ 2010-cu ildə ölkə sel daşqınları ilə üz-üzə qalmışdı. Həmin vaxt Prezident İlham Əliyev sel və qurun sularının vurduğu ziyanla əlaqədar insanların bəladan xilas edilməsi üçün fərmanlar verdi. Nazirlər Kabinetinin 197 sayılı sərəncamı ilə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. 2019-cu ildə isə Şamaxı və Ağsuda zəlzələ baş verib. Dövlət başçısı zəlzələdən ziyan çəkmiş ailələrlə görüşüb. Zəlzələdən sonra 44 mənzilli yaşayış binası inşa edilib. Hər zaman olduğu kimi bu dəfə də dövlət vətəndaşının təhlükəsizliyini əsas prioritet hesab edir. Millət vəkili Aydın Hüseynovun sözlərinə görə bu cür hallar dövlətin hər zaman xalqın yanında olmasının nəticəsidir. Bu sərəncamın imzalanması onda xüsusilə qeyd edək ki, bir daha onu göstərir ki, ölkə prezidenti və onun həyata keçirdiyi siyasət vətəndaşlarımızın mənafeyinə ünvanlanıbdır və istənilən situasiyalarda, fövqəladə vəziyyətdə ölkə başçısı və aparılan siyasət vətəndaşlarımızın mənafeyinin ifadəsi deməkdir, vətəndaşlarımızın yanında olması deməkdir. Bu proseslər bir daha onu göstərir ki, Azərbaycanda aparılan siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır və həmin ayrılan vəsait tez bir zamanda dəymiş ziyanın aradan qaldırılması üçün hesab edirəm ki, müvafiq tədbirlərin həyata keçirilməsinə öz müsbət təsirini göstərəcəkdir. Son hadisələr fonunda bir daha söyləmək olar ki, Azərbaycan dövləti vətəndaşını tək buraxmır, hər zaman onun yanındadır. Zərər çəkmiş yaşayış evlərinin bərpasına, problemlərin aradan qaldırılmasına, eləcə də insanların normal həyat şəraitinə qayıtmasını təmin etməyə yönəlib. Bir sözlə, yeni sərəncam zərər çəkmiş yaşayış evlərinin bərpasına, problemlərin aradan qaldırılmasına, eləcə də insanların normal həyat şəraitinə qayıtmasını təmin etməyə yönəlib. Həm bu mövzu ilə bağlı və eyni zamanda dövlətin hər zaman vətəndaşın yanında mövzusu ilə müzakirəmizi millət vəkilləri Aydın Hüseynov və Elçin Mirzəbəyli ilə davam edəcəyik. Xoş gəlmişsiniz, axşamınız. Əslində biz sərəncam haqqında danışdıq, amma təbii ki, söhbət təkcə sərəncamdan getmir. Burada vətəndaşlara ayrılan diqqət və qayğıdan gedir və bu nəinki son zamanlarda baş verən sel və daşqınlarla bağlı, eyni zamanda da müxtəlif dövrlərdə həm zəlzələlər zamanı və digər təbii, yəni bədbəxt hadisələr zamanında dövlət, xüsusilə Prezident İlham Əliyevin, eyni zamanda birinci xanım Mehriban Əliyevanın da göstərdiyi diqqət və qayğıdır. Elə mən istərdim ki, bu kontekstdə, elə Aydın müəllim, biz sizinlə başlayaq. Yəni, elə dövlətlər var ki, həqiqətən də vətəndaşlarının arxasında dayanmır və onların strukturu tamamən fərqlidir. Amma Azərbaycanda isə biz faktiki və görülmüş işlərlə
faktlarla bunu söyləyə bilərik. Və son baş verən sel daşqınlar və eyni zamanda zərər çəkmiş ailələrə yeni evlərin tikilib verilməsi ilə bağlı və bu kontekstdə müzakirəmizi aparaq. Bəli, məmnuniyyətlə. Sizin də qeyd etdiyiniz kimi ölkəmizdə aparılan siyasətin bir ünvanı var, bir məqsədi var, bir amal var. Azərbaycan vətəndaşı. Azərbaycan vətəndaşının sosial fəallığının yüksəldilməsi, onun firavan həyatının təmin olunmasıdır. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında zaman-zaman bunları faktla görmüşük. Həmişə görmüşük. Və elə bax, indi Prezidentin ehtiyat fondundan ayrılan 85,8 milyon manat vəsait, bu da birbaşa vətəndaş üçündür. Vətəndaşı qayğıdır. Yəni, burada belə deyək ki, fikir verirsinizmi? Vəsaitlərin ayrılma istiqamətinə baxın. Bakı Şəhər İcra Hakimiyyəti. Çünki Bakıda biz gördük, vətəndaşlarımızın deyək ki, evləri ilə bağlıdır, su başlama proseslər olmuşdu, körpülər, deyək ki, yol çəkilişi ilə bağlı yoldur, Fövqəladə Hallar Nazirliyinə vəsait ayrılıbdır. Bu nazirlik və Azəravtayol, Azərishiq olsa da belə ünvan vətəndaşdır. Yoldan vətəndaş, yəni əgər yolu su aparıbsa, o yol bərpa olunacaq, o yol tikiləcək, daha deyək ki, gələcək risklər və bütün deyək ki, o hallar nəzərə alaraq daha yenisi bərpa olunacaq. Vətəndaş üçündür. Yəni Azərishiqə ayrılan vəsait elektrik xətləri sıradan çıxıb, bu kimə xidmət edir? Vətəndaşa xidmət edir. Və bütövlükdə biz görürük ki, doğrudan da bu təkcə 85 milyon vəsaitin biz ayrılma istiqamətlərini və deyək ki, xərc istiqamətlərini təhlil edəndə birbaşa yenə vətəndaş üçündür. Bu daimi belə olubdur. Biz yaxın tariximizə baxaq. Pandemiya dövrü. Pandemiya dövründə 600 min vətəndaşımıza hər ayda 190 manat vəsait verildi. Bu birbaşa vətəndaşlar üçün idi, 600 min vətəndaşa. Eyni zamanda deyək ki, sahibkarlara, iş adamlarına və ümumilikdə xüsusi deyək ki, biznes sektorunda fəaliyyətin daha da davamlı olması üçün dövlət tərəfindən vəsait ayrıldı. Bank sektoruna daimi dəstək göstərildi. Əgər biz ümumi götürsək, elə bank sektorundan söhbət düşdü, devalvasiya baş verdi 2015-ci ildə. 2015-ci ildə devalvasiya baş verdikdə həmin ərəfədə deyək ki, bank sektorlarında çox ciddi gərginlik yarandı. Və həmin o ərəfədə də ölkə prezidentinin birbaşa indiki prosesin analogiyası olaraq deməli dövlət büdcəsindən bankların fəaliyyətinin bərpa olunması və deyək ki, daha da aktiv şəkildə öz işlərini davam etdirilməsi üçün vəsaitlər ayrıldı. Bu eyni zamanda vətəndaşlara dəyən həmin devalvasiya müddətində banklara nə üçün vəsait ayrılırdı? Çünki bankların işinin bərpa olunması həmin vətəndaşların əmanətlərinin tutaq ki, bu və digər formunda indeksasiya olunması idi. Deyək ki, hər hansı bir dəyən ziyanın bərpa olunması idi və yaxud da bank fəaliyyət göstərməli ki, vətəndaşın əmanəti deyək ki, geri əmanətinə gələn o depozitlər və yaxud da əmanətin özündən səmərəli istifadə edə bilsin. Sonraki mərhələdə biz əmək haqlarının dəfələrlə artdığını görürük. Bu statistikadır. Və təkcə əgər biz 2018-ci ildən bu yana götürsək, 7 milyard vəsait həcmində deməli 3 sosial paketin biz şahidi olmuşuq və bu sosial paketlər çərçivəsində minimum əmək haqqlarının təkcə axırıncı illəri götürsək, minimum əmək haqqı deməli 2 dəfədən çox artıbdır. Pensiyalar onun kimi və orta aylıq əmək haqqının artımıdır. Və əgər biz digər bir deyək ki, istiqamətləri götürsək, indi məşğulluğun təmin olunmasından bağlı işsiz vətəndaşlarımız məşğulluğa cəlb olunur, məşğulluğun təmin olunması ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulur. İndi biz 2026-cı ilin dövlət büdcəsini təsdiq etdik və çox hörmətli həmkarım Elçin müəllim də, yəni biz bütün millət vəkilləri o deyək ki, müzakirələrdə aktiv iştirak edirdi və eyni zamanda biz millət vəkilləri olaraq vətəndaşlarımızı düşündürən suallar, onların deyək ki, istəklərini, arzularını biz parlamentdə səsləndiririk və buna uyğun olaraq da müvafiq addımlar atılır. Buna uyğun olaraq hökumət tərəfindən deyək ki, adekvat
işlər həyata keçirilir. Digər biz məsələlərə toxunsandı, elə mən istərdim hər birini bir addım-addım deyək. Məsələn, Zaqatalada yaxın bir neçə il bundan əvvəl zəlzələ baş verdi. Onda evlərin tikilməsidir. Yəni bir də görürsən ki, indi siz başqa ölkələrin adını çəkdiniz, bax ona misal gətirəcəm. Və əgər xatırlayırsınızsa, bizim deməli 8-ci kilometr ərazisində bir bazardaydı, bu yanmışdı. Və oralarda sığorta həyata keçirilməmişdi. Vətəndaşlarımıza çox böyük ziyan dəymişdi. Və dövlət tərəfindən baxmayaraq ki, sığorta prosesi həyata keçirilməmişdi, dövlət onu kompensasiya etdi. Bu heç bir dövlətdə elə bir hal ola bilməz, heç bir dövlətdə. Yəni belə deyək ki, vətəndaş həmin dövlətin vətəndaşı əgər sığorta prosesini həyata keçiribsə, o sığortaya uyğun olaraq öz əmlakının dəyərini ala bilər və yaxud da hər hansı bir kompensasiya ala bilər. Ancaq bizdə necə baş verdi? Bütün vətəndaşlarımıza həmin o yanğında əmlakı yanan olmuşdu, tutaq ki, o hər hansı bir məhsul yanmışdı, həmin onların kompensasiya olunması, sığorta sistemlərimiz vasitəsilə kənd təsərrüfatının məhsullarının sığortalanması, bunlar həyata keçirilir. Və bütövlükdə biz bütün istiqamətlərə baxsaq, görürük ki, doğrudan da dövlət daimi vətəndaşın yanındadır, vətəndaşa konkret olaraq köməklik göstərir. Bu isə birbaşa siyasətin əsasında Azərbaycan vətəndaşının olması sözlə deyil, Azərbaycan siyasətində, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə bu konkret öz əksini tapır. Analoji halları biz başqa ölkələrlə aparsaq, elə bir hal yoxdur. Yəni, bilirsiniz ki, bizim vətən müharibəsi iştirakçılarımız var, qazilərimiz var, şəhid ailələr var. Şəhid ailələrə olan dəstək, mənəvi dəstək öz yerində konkret olaraq mənzillə təmin olunmasıdır, avtomobillərlə təmin olunmasıdır, müharibə iştirakçıların, digər deyək ki, sosial tədbirlərin həyata keçirilməsidir və bu onu göstərir ki, vətəndaşın bir daha suala qayıdırır ki, vətəndaş və onun rifah halı dövlətin həyata keçirdiyi siyasətin əsasındadır. Aydındır, təşəkkür ederim. Elçin müəllim, bu mövzula bağlı elə sizlə də devam edelim. Buyurun. Təşəkkür edirəm, dəyərli həmkarım Aydın müəllim. Məsələnin sosial və iqtisadi tərəflərinə diqqət çəkdi. Bəzi məqamları mən də toxunmaq istəyirəm. Xüsusilə də Aydın müəllim qeyd etdi, vətəndaşların sığortasının olub-olmamasından asılı olmayaraq bir yanaşmanın sərgilənməsi bəlli olduğu kimi dünyada bir neçə ölkə istisna olmaq şərti ilə faktik olaraq heç yerdə planlı təsərrüfat, kollektiv təsərrüfatı yoxdur və nəticə etibarilə bazar iqtisadiyyatı faktik olaraq bütün dünyada hökm sürür və bazar iqtisadiyyatının da özünün qaydaları, fəlsəfəsi var. Nəticə etibarilə bu sistemin içərisində olan ölkələrdə məhz bu qəbildən alan hasillər zamanı mexanizmlərin işə salınması ilə bağlı addımlar atılır. Amma sosial yanaşma kimliyindən asılı olmayaraq faktiki olaraq sərgilənmir. Bəlli olduğu kimi təkcə bu fakt, bu hadisə zamanı deyil. Yəni son yağışların normadan artıq yağması nəticəsində yaranan təbii fəlakət nəticəsində deyil. Daha öncəki proseslərdə də o cümlədən zəlzələlər zamanı, daşqınlar zamanı və çox sayılı problemlər zamanı, yəni fəsadların ortaya çıxması zamanı Azərbaycan dövləti Cənab Prezident eyni yanaşmanı sərgiləyib. Yəni prinsip etibarilə burada mənzillərin qeydiyyatının olub-olmamasından, onların qaydalara uyğun olaraq inşa edilib-edilməməsindən asılı olmayaraq, eyni zamanda hörmətli Aydın müəllim də qeyd etdiyi kimi sığortalanıb, sığortalanmamasından asılı olmayaraq dövlət vətəndaşa münasibətdə eyni yanaşmanı sərgiləyir. Yəni bu yanaşma konkret tikiliyə münasibətdə, konkret hadisəyə münasibətdə deyil, hadisənin nəticələri ortaya çıxartdı, fəsadların aradan qaldırılması istiqamətində vətəndaşa münasibətdə sərgilənən dövlət siyasətidir və biz hətta çox sayılı faktlar var ki, zəlzələlər zamanı, eyni zamanda digər təbii fəlakətlərin baş verdiyi zaman hətta konkret olaraq həmin hadisə səbəbindən ziyan dəyməyən evlərə belə dövlətin dəstəyi və yardımı olub. Təbii ki, onların da aradan qaldırılması istiqamətində təbii ki, bu addımlar atılıb.
Bu prosesin içerisinde diğer məqamlar da var ve tabii ki bunlar da xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda şəhər təsərrüfatı ilə bağlı həyata keçiriləcək tədbirlərdir. Yəni prinsip etibarilə kollektorların fəaliyyətinin daha da deməli effektiv olması, ötürücülüyünün effektiv olması ilə bağlı atılacaq addımlardır. Burada biz yanaşmada bir sistemli yanaşma görürük. Yəni Aydın müəllim məsələlərə diqqət çəkdi. Hər bir kuruma ayrıca konkret atılacaq adımlara uyğun olaraq vəsaitlərin ayrılması məsələsi var. Bu həm nəticə etibarilə vətəndaşa münasibətdə sərgilənən mövqedir. Eyni zamanda bu problemlərin gələcəkdə də təkrarlanmaması üçün dövlət tərəfindən deməli atılacaq müvafiq qurumlar tərəfindən həyata keçiriləcək tədbirlərin icrası üçün nəzərdə tutulan vəsaitlərdir və düşünürəm ki, bu ayrılan vəsaitlər Bakı şəhərində bu istiqamətdə, yəni həm dəyən ziyanın aradan qaldırılması istiqamətində, fəsadların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsində, həm də gələcəkdə bu problemlərin təkrarlanmaması üçün və yaxud qarşısının da ciddi şəkildə alınması üçün də tədbirlərin həyata keçirilməsinə zəmin yaradacaq. Aydın, təşəkkür ederim. Elə yeri gəlmişkən ayrılan vəsaitin bir qismi də Fövqəladə Hallar Nazirliyinə köçürüləcək və onlar da öz müvafiq işlərini görəcəklər. Bununla bağlı əslində bir süjetimiz var. Gəlin onu izləyək, ardından isə müzakirəmiz davam edəcək. Bu il martın sonu, aprelin əvvəlində Respublikanın şimal bölgəsi və Abşeron rayonları ərazisində istisna təbiət hadisəsi baş verib. Ölkə ərazisinə həddindən artıq yağıntılar düşüb. Təkcə 3 gün ərzində Abşeron yarımadasında illik statistik normanın 50%-dən artıq normada yağış qeydə alınıb. Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Elxan Əsədov dedi. Onun sözlərinə görə daşqınlar müxtəlif fəsadlara səbəb olub. Hadisə baş verən kimi Prezident İlham Əliyevin tapşırığı ilə digər qurumlarla yanaşı Fövqəladə Hallar Nazirliyinin bütün strukturları gücləndirilən iş rejiminə keçib. Nazirliyin əməkdaşları və digər aidiyyatı qurumların xilasediciləri dərhal təbii fəlakət baş verən ərazilərə cəlb olunublar. Eyni zamanda paralel olaraq axtarış xilas etmə işləri ilə əlaqədar Nazirliyimizin mütəxəssisləri tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılmış, fərdi yaşayış evlərinə, infrastruktur obyektlərinə texniki baxışlar keçirilmiş, müvafiq aktlar, rəylər tərtib edilmişdir. Bu rəylər ümumiləşdirilərək qısa bir müddət ərzində müvafiq yuxarı orqanlara təqdim edilmişdir. Və təbii ki, bunun öz nəticəsi olmuşdur. Aprel ayının 28-də dövlət başçısı tərəfindən sel, leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması, zərərin azaldılması tədbirləri barədə sərəncam imzalanmışdır. Həmin sərəncamla Respublikanın bir çox qurumlarına, infrastrukturuna ziyan dəymiş qurumlara, yerli icra hakimiyyətlərinə və Fövqəladə Hallar Nazirliyinə ümumilikdə 85 milyon manatdan artıq vəsait ayrılmışdır ki, qısa müddət ərzində dəymiş ziyan aradan qaldırılsın və eyni zamanda evləri dağılmış vətəndaşların evlərinin əvəzinə yeni evlər tikilsin. Azərbaycan Respublikasında bildiyiniz kimi dövlət sosial yönümlü bir dövlətdir. Uzun illərdir ki, təbiət hadisələri ilə əlaqədar təbii fəlakətlər baş verdikdə dövlət həmən insanların yanında olur. Misal üçün demək olar ki, 2010-cu ilin yəqin ki, Kür Araz daşqınları hamının yadındadır. 2012-ci ildə Respublikanın şimal-qərb rayonlarında baş vermiş zəlzələ, eyni zamanda 2019-cu ildə Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş vermiş zəlzələlərdə dövlət tərəfindən zərərin aradan qaldırılması, insanlara evlərinin təmiri, bərpası, yeni evlərin tikilməsi istiqamətində dövlət tərəfindən 100 milyonlarla vəsait ayrılmışdır. Bu əlbəttə dövlətin ölkə başçısının humanist addımıdır və bu dəfə də dövlət başçısı öz humanist addımını ataraq
müəyyən vəsaitlər ayırmışdır ki, bu hadisələrdən ziyan çəkən vətəndaşlar müəyyən qədər bu əziyyətdən azad olsunlar və dövlət hesabına həmin dəymiş zərər aradan qaldırılsın. İlhan Əsədov həmçinin qeyd etdi ki, fövqəladə hallar dünyanın bütün ölkələrində baş verir. Bir çox ölkələrdə zərərin ödənilməsi əsasən sığorta mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycanda da sığorta institutları inkişaf etməkdədir və bu sahədə qanunvericilik bazası təkmilləşdirilir. Bu baxımdan vətəndaşlara və sahibkarlara əmlaklarını vaxtında sığortalamaq tövsiyə olunur. Bu gələcəkdə mümkün zərərlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan yaradır. Belə süjet gedə-gedə də biz sizinlə əslində müzakirəmizi apardıq və digər fərqli detallara da toxunduq. Elə istəyirəm ki, elə bu barədə tamaşaçılarla da bu fikirləri bölüşək. Aydın müəllim, baxın, Qarabağda yenidən qurma işləri aparılır. Cənab Prezident, eyni zamanda birinci xanım Mehriban Əliyeva dəfələrlə vətəndaşlarla görüşüblər, onların problemlərini dinləyiblər və bu əslində o deməkdir ki, yəni dövlət vətəndaşları yəni sosial cəhətdən hər cür və hər tərəfli təmin etməyə çalışır. Yəni gəlin biraz da işğaldan azad olunmuş ərazilərdə görülən işlər və vətəndaşlara qayğı barədə danışaq. Məmnuniyyətlə, ümumiyyətlə Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə apardığı işlər unikallığından və yanaşma ilə, orada görülən işlərin surəti, keyfiyyəti və ən müasir şəkildə həyata keçirilməsindən mən derdim ki, bir hadisədir və yeni bir analogiyadır, yeni bir standart, yeni bir deyək ki, nümunədir. Hələ biz necə ki, Azərbaycanın apardığı 44 günlük müharibə bir müharibə olaraq, deyək ki, bir Azərbaycan ordusunun belə deyək ki, bir şanlı səhifəsini yazmaqla yanaşı, dünya hərb tarixinə yeni bir səlnamə yazdı. Yəni orada beynəlxalq hüquq da gözləndi, müharibənin mülki əhaliyə heç bir zərər toxunmadan. Yəni Azərbaycan orada müasir silahların işlənməsidir. Yəni ki, birliyin komandanlıq, vahid komandanlığın, yəni bütün də bu hərbiyə aid məsələlərlə bağlı. Mən hansı fikrə gələcəm? Və orada görülən işlər də, az bir müddətdə həyata keçirilən görülən işlər də analogu olmayan böyük bir işlərdir. Birinci növbədə deyək ki, həm Şərqi Zəngəzurda, həm Qarabağda bu işlərin həyata keçirilməsi üçün dövlət proqramı qəbul olunubdur. Birinci qayda iş dövlət proqramı və bu proqramda bütün sahələr çox belə geniş şəkildə, elmi şəkildə təhlil olunub, metodoloji yanaşmalar var və deyək ki, hansı işlər hansı deyək, mərhələlərdə görülməlidir, hər bir işə hansı dövlət strukturları cavabdehdir, eyni zamanda bütün bunlarla yanaşı onun maliyyə dəstəyi hansı şəkildə olmalıdır və gələcəkdə görülən işlər ölkə iqtisadiyyatına hansı təsirlərini verəcək və bununla yanaşı biz fikir versin və bütün bu fikirləri sadaladıq və başlıca məqsəd isə soydaşlarımızın öz ata-baba yurtlarına qayıdışıdır. İndi 80 mindən çox deməli vətəndaşımız, soydaşımız orada işləyir, fəaliyyət göstərir, təhsil alır. Bugünkü mənzərə belədir. Ancaq bir neçə il bundan əvvəl hansı mənzərə idi? Yəni biz ən birinci deyək ki, cənab prezidentimiz və birinci vitse-prezident Mehriban xanım Əliyeva ora gedəndə yadınıza əvvəlsin televiziyada da o kadrlar sərgilənirdi. Mehriban xanım oradan öz çəkilişi ilə deyək ki, görüntülər gedir. O paylaşırdı. O görüntülərdə biz nəyi görürdük? O görüntülərdə dağıntılar idi və o ürək ağrısı ilə, yəni belə deyək ki, ancaq bununla belə insanlar, o görüntülər də insanlara xoş idi. Yəni görürdülər, izləyirdilər və bugün isə çox böyük işlər həyata keçirilib. 22 milyarddan çox vəsait deməli ayrılıbdır. İndi bu il 2026-cı ilin dövlət büdcəsində 4 milyard vəsait nəzərdə tutulubdur. Artıq indi o xərclər də həyata keçirilir. Digər tərəfdən görülən işlərin miqyasına biz baxdıqda hava limanlarının çox böyük beynəlxalq hava limanlarının artıq deyək ki, Füzuli hava limanı istifadəyə verilibdir. Digər hava limanları Laçında və digər Zəngilanda hava limanlarının deməli istifadəsi yaxın müddətdə həyata keçiriləcəkdir.
deməli sənaye məhəllələrinin yaradılması, sənaye parklarının yaradılması, Araz Vadisi Sənaye Parkı, eləcə də Ağdamda inşa olunan sənaye parkları və kənd təsərrüfatı ilə bağlı, turizmi ilə bağlı görülən addımlar və ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun çox böyük resursları mövcuddur. Həm kənd təsərrüfatı ilə bağlı, turizmi ilə bağlı, sənayenin inkişaf etdirilməsi ilə bağlı, bütün bu istiqamətlər üzrə artıq konkret deməli fəaliyyət dövlət proqramına uyğun olaraq bu işlər bəhrəsini verməkdədir. Və digər tərəfdən isə daha böyük qlobal layihələrin tərkib hissəsi olaraq məlumdur ki, Azərbaycan yaxın illərdə yaşıl enerji ixrac edəcək. Həm daxili tələbatı ödəməklə 40% deməli daxili tələbat yaşıl enerji ilə təmin olunacaq. Yerdə qalan qənaət isə, yəni mavi yanacağa olan qənaət ixrac olunacaq. Bu baxımdan da çox böyük deməli yaşıl enerji resursu, alternativ və bərpa olunan enerji resurslarımız var. Həm Şərqi Zəngəzurda, həm Qarabağda. Birinci növbədə deyək ki, sürətli dağ çayları olduğuna görə elektroenerji əldə olunur və digər tərəfdən isə külək enerjisi, günəş enerjisi, yəni Araz, Cəbrayıldə, digər rayonlarda günəş enerjisindən və dağlıq ərazi, Kəlbəcər, Laçın dağlıq ərazilərdə həm də külək enerjisindən istehsal olunmaqdan ötəri böyük resurslarımız mövcuddur və bu baxımdan da, yəni həm deməli mövcud bizim orada görülən işlər eyni zamanda yaxın gələcəkdə ölkə iqtisadiyyatının qlobal istiqamətlərini təmin edəcək sahələr də öz inkişaf mərhələsindədir. Və əlbəttə bütün bunların nəticəsi olaraq və bütün bunların deyək ki, bir xoş məramı olaraq bayaq qeyd etdik, 80 min vətəndaşımız orada artıq yaşayır, fəaliyyət göstərir. Qarabağ Universitetinin açılması ən böyük həm təhsil üçün böyük töhfədir, həm də ki, deyək ki, digər sahələrində inkişaf etdirilməsidir. Ayaqqabı fabriki orada açılıbdır və investisiya cəlb olunması üçün orada çox gözəl münbit şərait var ki, investisiyalar cəlb olunsun. Və bütövlükdə bu Qarabağda görülən işlərimiz də vətəndaşlarımız üçündür. Bu da dövlətin vətəndaşa olan diqqətidir və düzdür, orada bizim çətinliklərimiz də var. Çətinliklərimiz nədən ibarətdir? Məlumdur ki, onun hər bir, deyək ki, elə hər bir metri minalanıbdır ermənilər tərəfindən vaxtilə və bu minalardan təmizlənməsi prosesi də Azərbaycan onu özü həyata keçirir və əslində digər ölkələrdə belə analoji hal olduqda onu donor təşkilatlar həyata keçirir və yaxud da köməklik göstərir. Azərbaycana belə bir dəstək yoxdur. Ən böyük çətinlik də minalanmış sahələrin xəritələrinin deməli dəqiq verilməməsidir və 400-ə qədər təkcə deyək ki, Zəfər qələbəsindən sonra 400-ə qədər vətəndaşımız deyək ki, həlak olan var, həyatını itirən var, deyək ki, zərər çəkənləri də var orada. Yəni, bu bizim çətinliklərimizə də baxmayaraq, çox yüksək tərzdə orada... Elə son qanunvericilikdə edilən əlavələrdən biri də elə yenə də sosial xarakter. Bəli, çox gözəldir. Minadan əziyyət çəkən və mina nəticəsində həyatını itirmiş, sağlamlıq itirmiş insanların övladlarının dövlət hesabına təhsil alması ilə bağlı. Düşünürəm ki, bu da elə Azərbaycan dövlətinin bu istiqamətdəki vahid siyasətinin əsas istiqamətlərini ortaya qoyur. Elçin müəllim, baxın, biz əslində yerli kontekstdə danışdıq. Adi müəllim, təşəkkür edirəm sizə. Baxın, elə bu yaxınlarda, yəni fevral ayına nəzər yetirsək, elə mart aylarında da biz görərik ki, yaxın şərq ətrafında baş verən müharibə zamanı həm Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında və digər körfəz ölkələri ətrafında olan vətəndaşlarımızın həmin o müharibə ocağından çıxarılaraq təhlükəsiz şəkildə Azərbaycana gətirilməsi. Pandemiya dövründə biz buraya əlavə edə bilərik və s. Bu, yəni onu deməyə əsas verir ki, yəni dövlət nəinki ölkə daxilində, eyni zamanda ölkə hüdudlarından kənarda da vətəndaşlarını daim dəstəkləyir. Daim də oldu. Ölkə vətəndaşlarına münasibətdə bu dövlət
siyasətinin, sosial siyasətinin mahiyyətini ortaya qoyur, amma bütövlükdə bu kimi addımlar özünü təkcə Azərbaycan vətəndaşlarına münasibətdə bir uza vermir. Bəlli olduğu kimi bu xarici ölkə vətəndaşlarına da, yəni müharibədən əziyyət çəkən və öz ölkələrinə qayıtmaq istəyən insanlara münasibətdə də Azərbaycan dövləti eyni humanist yanaşmanı sərgiləyir və yaxın şərqdə baş verən müharibə nəticəsində Azərbaycan sərhəddindən nə qədər insan təxliyə edilib, keçib ölkələrinə göndərilib. Biz sadəcə o mənzərəyə diqqət yetirsək, Azərbaycanın sərhəd xidmətindən, gömrük xidmətindən başlamış, deməli, hüquq mühafizə orqanlarının əməkdaşlarına qədər məhz o müharibə nəticəsində gərginlik altından deməli, İranı tərk etməli olan insanların, Azərbaycan ərazisinə keçən insanların hansı qayğı ilə qarşılandığının şahidi olmuşuq. Əslində, Azərbaycan siyasətin təməlində, sosial siyasətində humanitar siyasətin tərkib hissəsidir. Bir kompleks yanaşma var insana münasibətdə, bəşəri dəyərlərə münasibətdə və bu özünü bütün aspektlərdən bir uzə verir. Həm insana münasibətdə, həm onun deməli, prinsip etibarıyla Azərbaycanda olan bütün insanların mədəniyyətinə olan münasibətdə, onların, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində atılan tədbirdə, həyata keçirilən tədbirlərdə Azərbaycanın deməli, sərgilədiyi siyasət əslində kompleks siyasətdir. Bu kompleks humanitar siyasətin tərkib hissəsi kimi qəbul olunmalıdır və dünyada faktik olaraq çox analoqu olmayan, az olan, bəlkə də rast gəlinməyən hadisələrdən biri Azərbaycanın belə bir çətin şəraitdə öz vətəndaşlarını, xaricdə olan vətəndaşlarını və həmin ölkələrə başqa məqsədlərlə, bir çoxları turizm məqsədi ilə, bir çoxları iqtisadi münasibətlərin qurulması məqsədi ilə, iş adamları və s. təhsil alan şəxslər deməli, səfər etmişdilər. Onların hər birinin Azərbaycana qayıdılması istiqamətində dövlət bütün resurslarından istifadə edərək və bütün prosesi öz hesabına həyata keçirərək nəticə etibarilə təmin etməyə bacardı. Biz pandemiya dövründə təkcə Azərbaycanda yaşayan insanlara münasibətdə deyil, xaricdə olan Azərbaycanlılara münasibətdə də dövlətimizin sərgilədiyi mövqenin şahidi olmuşuq və eyni zamanda pandemiyanın nəticələrin aradan qaldırılması istiqamətində Azərbaycanın beynəlxalq təşkilatlara göstərdiyi dəstək, eyni zamanda xarici ölkələrə, ayrı-ayrı ölkələrə, o ölkələr ki, pandemiyanın nəticələrinin aradan qaldırılmasına çətinlik çəkirlər, onlara göstərdiyi yardım əslində Azərbaycanın sosial siyasətinin, humanitar siyasətinin təkcə ölkə sərhədləri çərçivəsinə sığışmadığını nümayiş etdirən bir faktordur. Bu bir dövlət fəlsəfəsidir, bu situativ addım deyil, konkret hadisəyə münasibətdə sərgilənən mövqe deyil. Bu dövlətin fəlsəfəsidir, bu dövlətimizin başçısının fəlsəfəsidir, bütövlükdə insanlığa münasibətdə özünü bir uzə verir. Aydındır, təşəkkür edirəm və bir daha xatırladıram ki, millət vəkillərin çox hörmətli Aydın müəllimlə və eyni zamanda Elçin müəllimlə birlikdə Azərbaycanın sosial siyasəti mövzusunu müzakirə etdik və elə Azərbaycan prezidentinin və Azərbaycan dövlətinin də əsas istiqaməti vətəndaşlar üzərində qurulur ki, vətəndaşlar həm sosial cəhətdən və eyni zamanda müxtəlif aspektlərdə özlərini çox rahatlıqla və müasir zamanın tələblərinə uyğun şəkildə irəliləyə və sağlam irəliləyə bilsinlər və gəldiyinizə görə bir daha sizə təşəkkür edirəm və bir daha xatırladıram ki, studiyada qonaqları millət vəkilləri Aydın Hüseynov və Elçin Mirzəbəyli idi. Sabah saat 20:00-da görüşmək ümidi ilə sağ olun.